Bəzi insanlar psixoloji olaraq övlad-ata modelindən çıxmır. Psixoanalizin banisi Sigmund Freuda görə kütlə lideri ata obrazını yükləməyə meyilli olur. Onu həm qoruyan, həm də cəzaverici başçı kimi görür. Bu zaman fərd məsuliyyəti təhvil verir və beləliklə rahatlıq, təhlükəsizlik xülyası yaradır. Filosof Erich Fromm bunu azadlıqdan qaçış adlandırırdı. Onun fikrincə, azadlıq məsuliyyət tələb edir. Düşünmək, seçim etmək, səhv etmək. Amma psixoloji infantillik seçim yükündən qaçır. Dövlət deyəndə ki, sənin yerinə qərar verəcəm, bir çoxu bunu məmnuniyyətlə qəbul edir. Çünki asıllıq rahatdır. Orta əsrlər siyasi nəzəriyyəçisi Thomas Hobbes Leviathanda güclü suverenin zəruriliyini əsaslandırırdı. Onun modelində insanlar xaosdan qorunmaq üçün səlahiyyətlərini könüllü şəkildə ötürürlər. Problem o zaman başlayır ki, bu proses itaət mədəniyyətinə çevrilir və təhlükəsizlik arqumenti daimi nəzarətin bəhanəsi olur. Niccolo Machiavelli daha açıq sözlü idi. Hakimiyyət qorxu və idarə olunan təsəvvürlər üzərində qurulur. Əgər cəmiyyət himayədar axtarırsa, hakimiyyət bu rolu məmnuniyyətlə oynayacaq. Çünki nəzarət etmək üçün ən səmərəli mexanizm insanların özlərini zəif və asılı hiss etməsidir. Freudun tələbəsi Wilhelm Reich isə işarə edirdi ki, avtoritar strukturlar təkcə siyasətdə yox, ailə və gündəlik tərbiyə modelində formalaşır. Daimi itaətə alışdırılmış insan siyasi səviyyədə də güclü fiqura meyil edir. Yəni, avtoritar xarakter təsadüf deyil, sosial mühitin məhsuludur. Fransız filosof Foucault qeyd edirdi ki, müasir hakimiyyət açıq zor tətbiqindən daha incə üsullarla işləyir. O, insanları təkcə qadağalarla məhdudlaşdırmır. Nəzarəti gündəlik qaydalar, institutlar və normalar vasitəsilə həyata keçirir. Məktəb, həbsxana, xəstəxana kimi strukturlar davranışı ölçür, müqayisə edir və qiymətləndirir. Beləliklə, qayğı və nizam adı altında qurulan mexanizmlər faktiki olaraq daimi müşahidə və intizam sisteminə çevrilir. Nəticədə məsələ sadədir. Dövlət ya azad və məsuliyyətli fərdlərin alətidir, ya da özünü himayəçi kimi təqdim edən nəzarət aparatıdır. Hansı modelin üstün olacağı isə vətəndaşın psixoloji yetkinliyindən asılıdır. Azadlıq istəyən cəmiyyət riskə hazır olmalıdır. Əks halda başı üzərində həmişə kimsə dayanacaq.